Deməli, bax, to-do. To-do da mən gəlin lap başdan gələm. Backlog. Backlogda tutaq ki, özüm üçün bir dənə task yaradıram. Taskın adını nə qoyuram? Bax, buradan seçsin work type task. Və burada bizə buglar var, nələr var. Hal-hazırda qoyuram task. Tutaq ki, mənim taskım nədir? Bax, bu Swag Labs-ın üstündən gəlirəm. Deyirəm ki, Swag Labs-da login funksionallığının yoxlanılması. Login funksionallığı yazaq. Belə, niyə belə yazırıq? Bunu eləyəcəyik ki, hansı developer edib. Mən developer olacam burada, tamam. Bax, deməli nə yazıram ki, login funksionallığı bütün uyğun işləməli. Acceptance kriteriyaları bunu prosta yazıram da, buradan description olsun deyə yazıram. Yəni acceptance kriteriyanımız bu dəqiqə bizim yoxdur. Belə fikirləşək ki, nəyimizsə var. Burada yaza bilərəm ki, burada username olmalıdır, nə bilim, password bu sözləri yazılmalı, loginə klik edəndə nə etməlidir. Prosta onların hamısını vaxt itirməyədə, onların hamısını yazmaq istəmirəm. Amma onların da hamısı, dediklərim sayıların hamısı acceptance kriteriyalarıdır da. Tutaq ki, olmalıdır. Bax, bunu mən eləyirəm. Bunu mən yoxam ki. Hə, bu mənim. Hə, okey. Qalava, yalan. Mən bunu eləyirəm özüm üçün. Priority-də qoyuram yuxarı. Bax, bu dəqiqə bura parent. Belə bir şey heç nə yoxdur. Due date nədir? Bu nə vaxta qədər bitməlidir? Məsəl üçün, bunu indi mən qoya bilərəm ki, bunu 2-ci günə qədər. Tutaq ki, niyə belirlədim? Nəysə də, ayın neçəsidir bu gün? Oktyabrda. Qoyuram ki, bunu oktyabrın 27-sinə qədər bitməlidir bu. Atdım belə. Label, hələ ki heç bir label yoxdur. Team, əgər hansısa komandada varıqsa, orada komandanın adı görsənir, amma bu dəqiqə bizə komanda olmadığına görə heç nə görsənmir. Start date, buna vaxt başlamalıdır. Bunlar normalda şey eləmirlər. Belə şirkət ola bilər ki, şeyəsində. Sprint hal-hazırda qoy burada qalsın. Mən bunu sprinti seçmirəmsə, bu backlogda qalacaq avtomatik olaraq. Story point estimate. Bunu nə qədər vaxtda, məsəl üçün, front-endin, back-endin belə təxminə belə atada, bir də testin nə qədər vaxtda eləmək olar? Tutaq ki, atıram 3 də, məsələn atıram da. Yəni bu əslində belə olmur. Yəni 3 nəyə əsasən 3 deyirsən, onlar deməlisən. Bu dəqiqə bunlar bizə ehtiyacımız yoxdur bu dəqiqə ki, bu heç nəyi bloklamır, heç bir şey eləmir. Mən bunu create elədim. Bunu silək buradan. Yox. Login funksionallığının yoxlanması. Bax, bir dənə bunu mən yazdım bura, düzdür. Bax, gəlirəm indi bura, sprintdə. Görürsünüz, burada heç nə yoxdur. Bax, biz fikirləşin ki, bir dənə komandayıq və birinci gün şeydir, sprint planningdir. Bax, sprint planningdə məsələn gəlirəm ki, mən burada belə fikirləşin ki, çoxlu tasklar var. Deyirəm, okey, mən buradan nəyi seçirəm? Login funksionallığı yoxlamam. Bunu götürür ki, bunu eləyəcəyim bu dəfə. Götürürəm, bunu sürüşdürürəm. Bunu belə sürüşdürürəm. Sürüşdürmürəm. Gəldi, düşdü bura. Babır nə yazıb? 24 oktyabr
burada işləyir. Bu arada keçsəm avtomatik olaraq düşdü bura. Düzdür? Sprint başlayanda burada belə çoxlu tasklar olur. Başa düşdün və bu taskların üzərindən başlayır hamı. Məsələn, developer götürüb bunu bura atır. Başlayır bunun üzərində işləməyə. Bunun üzərində işlədiyi vaxtda sən də eyni zamanda nə edirsən? Boş oturmursan. Oturub login funksiyonallığına aid test case'ləri yazırsan. Düzdür? Bu mərhələdən keçdi. Daha sonra gətirdi atdı InReview-ya. InReview-da adamın yazdığı kodların yoxlanışı, nə bilim, bunlar gedir. Bunlar ses bir aidiyyət yoxdur hələ ki. O da developer aid olan bir şeydir. Daha sonra gəlir nə? QA mərhələsi. QA mərhələsində gəlib çatanda burada siz başlayırsınız görməyə. İndi bunda əslində bir şey olur ki, məsələn QA, bir də QA in progress. Elə niyə? Çünki burada görürsən to do var, in progress var. Məsələn, burada səndə 100 dənə burada, 50 dənə burada task olsa, gərək harasa qeyd edəsən, düzdür ki, 50-sini ilə bir yerə işləmirsən axı. Bura nə edə bilərsən? Məsələn, bir də QA in progress adında aça bilərik burada. QA in progress açsın bir dənə. Bunu da nə edirəm? Bunu da sürüşdürəm, bunu yenə atıram. Okay. Burada fikir ki, mənim çoxlu taskım var. İndi bu taskların içərisindən hansını eləyəcəm? Məsələn, bunu. Götürüm, atdım in progress-ə, başladım eləməyə, elədim, test elədim, hər şey okeydirsə, atıram mən bunu dana. Okey deyilsə, hal-hazırda görürsünüz, burada reopen yoxdur da, və bunu necə eləyəcək? Reopen-də normalda bunu sürüşdürürsən, təzədən gətirirsən, atırsan to-do'ya, developersun və bunu açanda içərisində comment hissəsi var. Burada comment yaza bilirsən ki, məsəl üçün tutaq ki, nə bilməyək, data yazmaq olmur. Tutaq ki, bunu düzəltsən. Düzdür. Amma bu burada bax belə qalmağı mənasızdır. Bildiyin. Mən burada nə edirdim? Bir də görürsən bug kimi yazdım ki, yəni bu bug'ı bura qeyd edirdim və salam bitdi getdi də. Amma bax bunun belə olmağı qəbul olunmur niyə? Çünki sən bir QA olaraq sənin özün dokument yaratmalısan. Hansı ki bug report deyirik və bu bug report məsələn sənin nə üçün lazım? Bunu burada yenə yazıb saxlaya bilərsən. Bu şey. Amma sabahları sən şey etməlisən. Sən neçə də bug yaratmısan, hansı problemlər var. Onların hamısına baxmaq üçün eləməsən, gərək bir hamısının içərisini açıb kommentlərə baxsan, düzdür? Yəni sərf eləmir də adama da, gör nə qədər task var. Orada 500-600 dənə task var. Tutaq ki, deyirəm ki, sən 2 il ərzində nə qədər bug yaratmısan, hamısını mənə çıxar. Girib hamısını 2 il ərzində buradan task qayır, nə bilim, bəlkə 2000 də keçə bilər. Hamısını girib bir baxas deyirsən ki, düzdür? Bax, belə bir şey bəzi hallarda olur, deyəcəm hansı hallarda. Orada bug'ı heç vaxt elə yazıb saxlamırıq. Ki, sonra onu track edə bilməyəcək ki, o vəziyyət nə oldu. Biz nə edirik? Bax, gəlirim bu create-ə, düzdür? Buradan ucu seçirəm, bug. Düzdür? Bug'da nə yazıram? Burada bizə çıxan problemlərdən biri. Məsələn, visual. Gəl bunu yazım da, bu qarağa gedim. Username, deyim ki, username, məsəl üçün, bax, belə yazıram. Username input. Olmur. Bunu yazıram. Ondan sonra nə yazıram? Preferi, steps, description yazmalıyam burada. Sizcə ehtiyac var? Daha yazmışam da data var eləmə. İndi mən nə edirəm? Yazıram ki, bir sayta daxil ol. 2 nədir? Username, username inputuna data daxil etməyə çalış.
nə olacaq deməli şey? Expected result olacaq bizdə user name inputuna data daxil edilməlidir. Düzdür. Actual nədir? Bunu yazdım, hə. İndi bax, mən bunu bilmirəm də kim eləyəcək. Düzdür. Belə olan halda mən bunu boş saxlayıram. Belə olanları mən bunu boş saxlayıram. Amma bu dəqiqə ki, developer komandana təkcə mənəm deyə, sən bax, burada bunu mənə asan deyirsən, qalır. Priority nədir bunun sizcə? Bax, görürsünüz, burada severity heç yoxdur. Learn about more priority levels, məsəl üçün eləsən. Burada bizə nə göstərir bir dəqiqə? 1, 2, 3, 4 dənə göstərir. Amma. Burada nə qədərdir? Burada 5 dənədir. Hətta, burada 5 dənədir, daha da çox əlimdə olur. Burada daha çox statlar var. Burada 5-lər göstərir, amma 5-lərdən daha çox olan şeylər var. Parent bu dəqiqə bunları da heç seçmirəm. Due date bu nə vaxta qədər olmalıdır? Əgər belə bir məlumatınız varsa seçirsiniz, yoxsa seçmirsiniz. Label. Bax, məsələn, mən bir dənə label qoya bilərəm ki, tutaq ki, login functionality. Bu mənə harada lazımdır? Mən bunu buradan seçsəm, tutaq ki, login functionality. Ondan sonra mən bütün buglarımı axtaranda, ancaq logina aid olan, məsəl üçün, bugları axtarmaq istəyirəmsə, mən bu tamam başqa bir hissədir. Mən orada seçəndə ki, label seçəndə login functionality, mən ancaq logina aid olan buglarımı çıxır ortaya. Bildiniz? Ona görə burada məsələn label falan bəzi hallarda qeyd edilir. Sprint, məsəl üçün nəyi seçirəm? Hal-hazırda hansı sprintdəyik? Aktiv olan bax budur. Düzdür, aktiv sprint bu. Seçdim bunu. Story point bu dəqiqə bug açmışam deyə story point verilmir. Bunu yadınızda saxlayın. Hal-hazırda açan kimi story point olmur. Çünki niyə? Danışacağam. Story point'ı bir dəqiqə belə fikirləşdir ki, task eləmək üçün sənə nə qədər vaxt, nə qədər güc, nə qədər resurs lazımdır. Bu təkcə vaxtla olan bir şey deyil. Tutaq ki, sən ola bilər ki, çox vaxtın olsun. Yəni, bir ay tutaq ki, deyirsən ki, bir aya mən bunu yerəm. Amma sənin resursun çatmaya bilər. Məsəl üçün, sən bunu tutaq ki, eləməlisən. Production'da test eləməlisən, amma production'da test eləyə bilməyəcəksən. Niyə? Çünki böyük məbləğdə pul götürməsi eləməlisən. Bunların hamısını detail planningdə danışırlar. Bax, mən bir dəqiqə bunu elədim. Vəssalam. Bunlara bir dəqiqə əl dəymirəm. Bu nəyi blok eləyir? Bax, bu blok eləyir. Bax, bu dəqiqə bu var, Sparklab. Mən ona görə onu çevirdim, atdım Todo'ya. Deyirəm ki, mən bu dəqiqə bu yaratdığım bax, bunu blok eləyir. Bildin? Create elədim. Gəldi, düşdü bura. Bax, buradan da görsənir, bu taskdır. Bunun üstünə yersən, bu bug'dır. Gəldi, düşdü. İndi developer nə edir? Developer bax, gəlir görür ki, okey, burada bir dənə mənim taskım var. Taskı yenə atır in progress-ə. In progress-dən keçsinəm review falan gəldi QA-yə. QA-də də mən baxıram ki, əladır da, yəni taskı həll eləyib. Bunu götürürəm, done eləyirəm. Bunu done elədiyim üçün avtomatik olaraq bu da done olmuş olur. Və salam, nəticədə biz hər bir taskı done eləyib bitirdik. Bax, proses budur. Niyə iki dənə yazılıb? Bir dənə yazdığım birinci task var, onun üstündən getmək olmazdı. Bax, yazdığım birinci taskın üzərindən getmək olardı, amma ki, sənə yenə deyirəm ki, lazımdır. Daha dokumentasiyanın daha yaxşı olmalıdır, bildim. Bax, burada tapdım bu bug'ı. Düzdür. Sabahlar sənə deyəndə ki, mən nə qədər bug, indiyə qədər çıxarmısan, hamısının siyahısını gətir verir. Necə gətirəcəksən? Onda task aparın olsun. Ya, onda sən taskı hardan biləcəksən ki, yaza bilərsən bunu belə şeylə də. Amma ki,
hardan biləcəksən ki, tutaq ki, yazmamısan, variantlar orada çoxdur da və yaxud da yazdığın data yoxa çıxıb, vərəqdir, atılıb, yəni nəsə oldu da. Necə yığacaqsan bunların hamısını? Və yaxud sən yox, sən işdən çıxmısan, tutaq ki də, Səfa gəlib sənin yerə, baxmaq istəyir ki, nə qədər bug olub burada. Necə baxacaq? Sən bunu yaratmamısansa, yəni adamın onu tapıb ortaya çıxarma şansı yoxdur yəni. Bildin? Ona görə sən bunu 100% yaratmalısan. Hə, hansı hallarda ola bilər ki, bax tutaq ki, bu bug var, ha, bu hələ deyək ki, köydədir. Bunu da qaytaram yerinə, başqa bir də variant deyirəm. Bax bu köydədir, baxıram ki, olmur, gəldim bura. Açıram bunu oxuyuram ki, okey, bu developer bunu düzəldib. Hə. Baxıram, yazıram bura, tutaq ki, yenə görürəm ki, yenə heç nə yazılmayıb. Hə. Həmən onda nə edə bilərəm? Buna təzədən bug açmaq lazım deyil də, eyni bug'dır da, düzdür. Onda nə edirəm? Məsələn, gələrəm bura yazıram ki, bug hələ də aktualdır. Bug hələ də aktualdır. Bunu da bura yazdım, düzdür. Bunda Kommentin dəyişdən. Hə, kommentar yazıram ki, bug hələ də qalır. Bunu da götürürəm, buradan atıram to-do'ya. Ups. Attım to-do'ya və salam yəni. Gəldi qaldı burada. Summer'da var burada. Hə, bax, burada məsəl üçün tutaq ki, bax, boarddayam. Bayırsan, bu dəqiqə bizdə ki, blok olub nəyə görə? Çünki belə bir bug'ımız var. Və burada da bu 2 dənə task olmur. Normalda 30-40-50 dənə task olur. Mən baxmaq istəyirəm ki, mənim köydə neçə taskım var. To-do'da in progress nə qədər taskım var. Məsələn, bura gəlsəm, burada daha aydın görürəm. Bax, yazır ki, bir dənəsi köydədir, bir dənəsi to-do'dadır. Amma sən dediyin kimi eləsəydin, mən də taskın altına bir dəfəlik bug yaratsaydım, mənə görsənəcəkdi ki, elə sənin bir dənə taskın var, to-do'dadır. Vəssalam, yəni. O köy olunmalıdır yoxsa yox, məsəl üçün o da bilinmir. Bildin? Hə, burada əlavə olaraq şeylər göstərir. Məsələn, sən buradan neçə bug çıxar, buradan nə qədər bug çıxıb, neçə epic var. Bildin? Məsələn, sən fikirləş ki, bug yaradmırsan da, yəni bug ticket yaratmırsan, ancaq altına komment yazsansa, səndə burada bug 0 göstərəcək bir şey. Bildin ki, mənasız da elə bir şey ola bilməz də. İndi vaxt bu günlər biraz gec gedə bilər idi, yəqin ki də. Hə. İndi istəyirəm ki, hər bir dənə məsələn baxa bilmədiniz, dərhal mənə yazırsınız. Baxaraq ki, problem nədir. Görürsünüz buranı? Bax, buradan bir dənə bug. Qalmalı deyildi, burada qaldı. Bunu mənə bug report kimi yazım verin. Görürsünüz necə oldu, bax. Sayında klik edirəm. Buraya heç nə yazmasam, deyir ki, email required. Mən bunu bağlayan nə olmalıdır? Bağladım, təzədən açan nə olmalıdır? Onun orada qalmalı mənası var. Olmalı deyil də, yəni. Amma görsənir. Bu da bizim saytın URL-dir. Məsələn. Belə. Bir dənə indi bunu tez bazar bir dənə bug kimi yaradırsınız. Yes. Create.